Xalqın gözü tərəzi deyil. Qonum qonşu nə deyər dediyimiz o qonumlar, qonşular elə bilirik ki, biz harasa gedəndə başını pəncərədən çıxarıb dalımızca boylanan xalalardır. Ya da hər qonaqlıqda anamıza söz atan atamızın arvad qohumları. İndi o dalımızca pəncərədən boylanan qonum qonşunun yaşı başı dəyişib. Day pəncərədən boylanmırlar. İndi də sosial şəbəkələrdə hesabımıza boylanırlar. Özü də əvvəllər yenə xalalar biblər edirdisə qeybətimizi, indi maşallah 7-dən 70-ə. Hamı jüri heyətidir. Xalqın gözü tərəzi deyil. Gözün sanki düz bəbəyinə bir amerikanski bayraq qoyublar. Bir gün o tərəfə əsir, bir gün bu tərəfə. Yadınızda Röya Ayxan Ayaz Salayeva söz atanda hamımız yığışdıq, dedik ki, bax, Aygün belə yerdə Aygün, divanın yeri başqa. Sonra Aygün Elbəniz Məmmədova söz deyəndə hamımız yenə yığışdıq, dedik, yox, Röya başqa Röyadır. O olsaydı belə eləməzdi. Əlqərəz, xalqın gözü tərəzi deyil. Bir gün sənin məhkəməndə, bir gün mənim. Hərəmizin öz çarmıxa çəkiləcək vaxtımız var. Bükəlsək ayıb, üzülsək ayıb. Ərə gedib boşansaq ayıb, boşanıb ərə getsək ayıb. Evdəkinin sözü ilə durub oturanda ayıb. Xəyallarımızın dalınca gedəndə də feministcəsinə ayıb. Hamı istəyir ki, ölkə onun inqubatoru olsun. Hamı istəyir ki, hamı onun kimi fikirləşsin. Hər kəs özündə olmayanı kimdə görsə zəhərini şərhə qusacaq. Kimsə kiməsə xoşbəxt olmağı bağışlamayacaq. Əksildikcə, tükəndikcə başqalarının şəkillərində, sözündə, düzündə xəta axtaracaq. Xalqın gözü tərəzi deyil. Qızılın içinə dəmir keçirəni də, südünün içinə su qatanı da ədalətdən zənnedib özünü gözündən salma. Özü qalıb sözü başqası olanlar səni səndən şübhəyə salmasın. Biz hamımız qəhrəmanıq. Sadəcə eyni hekayənin yox. İstəyəndə bacardığın kimi, bacaranda istədiyin kimi yaşa və unutma. Xalqın gözü tərəzi.